İlk dəfə duetin oldu kimlə? Pərvizlə duetimiz olmuşdu. Maraqlı idi, yaxşı idi yoxsa? Sən bilərsən. Məncə gözəl idi. Orxanla da gözəl alınıb. Yenə olacaq Orxandan sonra duet yoxsa? Yəqin ki, yox inşallah. Yəqin ki, yox. Kimlə qəşəng dəyişə bilirsən? Sən üçün xoş olur, Orxandan savayı. Məsələn, olsun o adam ki, onunla belə də ürəklə deyirsiniz. Zövq alırsınız özünüzdə, ləzzət eləyir. Yaxşı meyxana deyənlərin hər biri ilə, Aydın Xırdalanlı ilə bizim dəyişmələrimiz, yəni bu tamaşaçıların fikridir, çox uğurlu alınırdı, sevilirdi. Allah rəhmət eləsin Məşəd babaya aid, düzdür. Allah rəhmət Biz eləsin. o vaxt bir qədər cavan idik, amma həzz alırdıq o ilə meyxana deyəndə. Kərimin Allah şəfasını versin, onun özü ilə. Allah ömür versin. Belə yaxşı sənətkarların hər biri ilə həm həvəslə demişik, həm də o gənc vaxtlarımızda böyük bir intizarla, böyük bir həsrətlə yaşamışıq ki, kaş qismət olardı falan, ustadla bir dəyişmə deyərdik, bir meyxana deyərdik. Elə bir arzuladığınız insan var mı ki, onunla da deyəsiniz? Yoxsa artıq deyib qutarmısınız? Elə bir insan var mı? Yox, demək olar, Yoxdur. elə bir insan yoxdur. Ustadların hər biri ilə eyni səhnəni dəfələrlə bölüşmüş. Vaxtımız nə qədər qalır dostlar?